Sumqayıt şəhərində fəaliyyət göstərən Esmanur uşaq bağçası ətrafında yaranan narazılıqlar davam edir. Daha əvvəl valideynlər uşaqlara təqdim olunan qidaların keyfiyyəti və vəd edilən xidmətlərin yerinə yetirilməməsi ilə bağlı şikayətlər səsləndirmişdilər. Bir Xəbər Media xəbər verir ki, Sumqayıt 24 aza daxil olan son videoya əsasən bağçanın müdiri İlahə Xudiyevanın müəllimlərin və valideynlərin iştirakı ilə keçirilən iclas zamanı gərgin anlar yaşanıb. Kadrlarda tərəflər arasında mübahisənin kəskinləşdiyi, hətta fiziki müdaxilə hallarının baş verdiyi görsənir. Olsun. Evet,